Asan Radio və Asan TV-nin təqdimatında Kinderlandda Ulduz qonaq verilişi efirdədir. Sizinlə mənəm Elşən Həmzəyev. Einstein'la sual veriblər ki, uşaq şəxsiyyət olmaq üçün nə etmək lazım? Deyir, nağıl oxuyun. Deyir, bəs möhtəşəm şəxsiyyət olmaq üçün. Deyir, daha da çoxlu nağıllar oxuyun. Bəli, Bəhram abini tanıyıram. Bəhram abinin məndə kitabı var, imzalı kitabı. Ən çox nağıl kitablarını oxuyuram. Orada çoxlu fantaziyalar var. Məsələn, elə olur ki, qoyunlar danışır falan, elə yəni.